Yaxşı, mən bu praktikalarda, ölüm hadisələrində yəqin ki, rastlaşmısınız və eşitmisiniz və görmüsünüz də. Bu sətəmlərin ən çox buraxdığı kritik səhvlər nələr olur? Ölüm hadisələri. Yəni ən çox nələrdə boşluq eləyirlər bu sətəmlər? Yəni sətəm mütəxəssisi nələrdə boşluq eləyir ki, ölümlə nəticələnir. Ən çox bəli, kritik səhvlər. Sətəm mütəxəssisi adam öldürən deyil də. Sətəm mütəxəssisi nə qədər də böyük bir səhv buraxsa, sətəmdən qabaq, yəni zənciri götürək də. Sətəmdən qabaq işə götürən iş icraçısı, işin rəhbəri, sonra mı artıq gəlir də sətəm mütəxəssisi, düzdür? Yəni sətəm mütəxəssisi tutalım ki, görməyib də təhlükəli amili və yaxud da ki, təhlükəli bir hərəkəti, davranışı və ölüm hadisəsi. Bəs ondan qabaq o zəncirdə, bəs onlar görməli idi axı. Bilirsiniz, tutalım ki, iş icraçısını götürək də. İş icraçısı axı işinin sənətkarıdır. İllərdir bu bilir ki, belə olsa böyük katastrofanın Bəli. Doğru. Deməli, bu sətəm mütəxəssisi heç bəlkə də o prosesi birinci dəfə də görür. Mən ona görə həmişə deyirəm ki, indi öz işçilərimə də deyirəm, əvvəllər də mən işlədiyim proseslər, yəni mən daha çox process safety olan yerlərdə işləmişəm də, istehsalatda. Sətəm mütəxəssisi prosesi əzbər bilməlidir, yaxşı bilməlidir. Yəni o bilməlidir ki, hansı mühitdə işləyir, o bilməlidir ki, o işlədiyi mühitdə hansı təhlükələr mövcuddur. Düzdür, müdaxilə eləməsə də belə, axı ondan qabaq yenə də deyirəm də, zəncir məsələsi var. Yəni ona görə də bizim kritik səhvlər xidmətimizin təşkilinin tam aparılmamasıdır. Yəni biz ola bilərik ki, sətəm mütəxəssisi nəyisə göz ardı olsun, görməsin və yaxud da bilməsin. Yəni mən yenə də bunu bir sətəm professionalı kimi sətəm mütəxəssisinin səhvi adlandırmalıdır. Yəni tam şəkildə biz hər şeyə cavabdeh ola bilmərik və hər şeyi bilə bilmərik.